Salam değerli izləyicilər. Bu günlər biz Qaradağ rayonu Ələt qəsəbəsindəki bir parkdayıq. Bu gördüyümüz parkda o dövrdə abadlıq işləri aparılmış, iqlim şəraitinə uyğun ağaclar əkilmiş, zamanında Ələt qəsəbəsi sakinlərinin üçün gözəl bir istirahət mərkəzi olmuşdur. Lakin son 15 il ərzində aidiyyatı qurumlar, xüsusən də Qaradağ rayonu icra hakimiyyəti tərəfindən bu gördüyümüz park öz qədərinə tərk edilmiş, diqqətsizlik və baxımsızlıq ucbatından vaxtilə yaradılmış bütün infrastruktur tamamilə dağılmışdır. Değerli dostlar, en az nazarlısı odur ki, bu parkda vaxtilə əkilmiş, yetiştirilmiş çox illik ağaclar diqqətsizlik və baxımsızlıq ucbatından, susuzluqdan gördüyümüz kimi tamamilə quruyub məhv olmuşdur. Bakı şəhəri və ətraf rayonlarda bir ağacın əkilməsinə, yetiştirilməsinə nə qədər zamanın və zəhmətin tələb olunduğunu düşünəndə bu parkdakı hazırki vəziyyətin nə dərəcədə acınacaqlı, üzü verici, acı olduğunu dərk etmək bir o qədər də çətin olmur. Ancaq bütün bu səfalətə baxmayaraq, bəzi ağaclar sanki zamanında çəkilmiş əziyyət xatirinə hələ də gördüyümüz kimi yaşam uğrunda mübarizə aparır. Değerli dostlar, Azərbaycan dövlətçiliyi tarixində mühüm rolu olmuş və Yeni Azərbaycan Partiyasının qurucusu olan mərhum Prezident Heydər Əliyevin Bakı şəhərində və ətraf rayonlarda yaşıllaşdırmanın nə qədər önəmli və vacib olduğunu gəlin elə öz dilindən dinləyək. Bilirsiniz, Bakıda bir ağacı salıb, əkib yani, bir ağacı əkib böyütmək, bilin, bunu mən bilirəm, həyatımdan keçmişəm, bir evladı böyütməyə bərabər şeydir. Çünki Bakıda ağac əkmək çətindir. Xatirinizə salın, vaxtilə Bakıda ağaçlar yoxudur. Maksim Gorkinin sözlərini yadınıza salın, əsrin əvvəlində Bakıya gələn. Mayakovskinin sözlərini yadınıza salın. O vaxtlarda 20-ci illərdə Bakıya gələn ki, Bakıda cəmisi 2-3 dənə mən ağaç gördüm. Ancaq biz Bakını yaşıllaşdırdıq. Bəli, küçələri, meydanları, Bakıdan aeroportdan gedən o böyük trassanı, başqa yerləri yaşıllaşdırdıq. O cümlədən həmən Bakıxanov qəsəbəsini, o cümlədən Patandar qəsəbəsini, xalqlar dostluğu, orada böyük parkı, o ağaçları nə qədər əziyyətlə saldıq. Biz subbotniklər keçirdirdik, iməcilər keçirdirdik. İnsanlar gedib o ağaçları əkirdi və təhkim etmişdi, gedib həftədə bir dəfə, 2 dəfə onları suvarsınlar, böyütsünlər. Bu Bakı üçündür, bu xalq üçündür, bu bizim təbiətimiz üçündür, bu insanların yaşayışı üçündür, bu Bakının iqlimi üçündür. Bəs o ağaçları kəsib, onları baqqalxanaya keçirdənlər, onlar bu vətəndaş, bu ölkəyə xəyanət etməyiblərmi? Ancaq o kəsilən ağaçları indi bərpa etmək çətindir. Onlar hesab edin ki, mənim balalarımın başını kəsiblər. Onlar gərək haqq ədalət məhkəməsi qarşısında cavab versinlər. Orada gəlib o bakkal dükkanları salanlar, orada gəlib özlerine xüsusi mülklər salanlar, onların hamısını dağıtmaq lazımdır, qovmaq lazımdır, uçurtmaq lazımdır. Değerli dostlar, və sual yaranır. Mərhum Prezident Heydər Əliyevin qurduğu partiyanın məmurları, məxsus Qaradağ rayonu icra hakimiyyətinin başçısı Süleyman müəllim, 37 saylı Qaradağ seçki dairəsindən Qaradağ rayonu təmsil edən Aydın müəllim, niyə Qaradağ rayonunun daxili imkan və resursları ilə bu kimi problemləri həll edəcəyi halda niyə öz siyasi rəhbərliyinin ideyalarına, arzularını diqqətə almırlar? Gördüyümüz kimi, değerli dostlar, bu parkda təmiri üçün xüsusi bir dövlət proqramına salınmağına, xüsusi bir maliyyənin ayrılmasına ehtiyac yoxdur. Burada yəni yeni parkın salınmır. Vaxtilə mövcud olan park təmir olunmalıdır. Bildiyimiz kimi Qaradağ rayonu bütün ölkəmizi qum, daş, simetriya təmin edir. Qaradağ rayonunun aidiyyatı qurumlarının daxili imkanlarının hesabına bu park təmir oluna biləcəyi halda niyə təmir olunmur? Çünki bəzi bizim məmurlar dövlətimizin onlara verdiyi səlahiyyəti, imkanı, vəzifənin tam anlamıyla fərqində deyirlər. Çünki onlar bu həyatda sadəcə mövcuddurlar, var deyirlər. Var olmaq siyasi rəhbərliyinin ideyalarına, arzularına, xalqına, millətinə, dövlətinə tam anlamıyla xidmət etmək deməkdir. Var olmaq vətənimiz Azərbaycanın azadlığı uğrunda candan keçmək nə qədər vacib və şərəflidirsə, vətənimizin daxilində yıxılanı tikətmək, söküləni inşa etmək, var olanı qoruyub saxlayıb gələcək nəsillərə ötürtmək də bir o qədər vacib və şərəflidir. Değerli dostlar, buna bizim əminamanlığımız, milli varlığımız, sabitliyimiz də daxildir. Değerli dostlar, son 15 ili götürsək, Ələt qəsəbəsində yüzlərlə fərdi yaşayış evi tikilmişdir. Bunların əksəriyyətinin sənədi yoxdur. Bu o deməkdir ki, icra qurumları, xüsusən də icra hakimiyyətinin başçısı Süleyman müəllim tərəfindən
bu qeyri-qanuni tikintilərə qeyri-qanuni icazə verilmişdir. Bu da deməkdir ki, yüz minlərlə, bəlkə də milyonlarla manat qeyri-qanuni gəlir əldə etmişlər. Bəs görən niyə o gəlirlərdən, qeyri-qanuni gələn gəlirlərdən bu kimi problemlərə sərf edib öz siyasi rəhbərliyinin ideyalarına, arzularına xidmət edə bilmirlər. Çünki dediyimiz kimi, mövcud olmaq yox, var olmaq məsələsidir. Var olmaq bəşəri düşünmək məsələsidir. Var olmaq xalqına, millətinə, dövlətinə, dövlət rəhbərliyinə qeyri-şərtsiz xidmət etmək deməkdir. Və bir neçə il bundan öncə Qaradağ rayonu Sahil qəsəbəsində dəniz kənarında yerləşən parkın vəziyyəti də buradakı parkın vəziyyəti ilə eyni idi. Orada da Qaradağ rayonu icra hakimiyyəti ilə Azərsu arasında yaranmış problem nəticəsində parkın su verilişi dayanmış, yetişkin ağaclar susuzluqdan qurumuşdu. İcra qurumlarına Sahil qəsəbəsi sakinləri tərəfindən dəfələrlə müraciət edilməsinə baxmayaraq məsələnin həllini əldə etmək mümkün olmadı. Sahil qəsəbəsi sakinləri və ictimai birliklər Heydər Əliyev fonduna müraciət etdilər. Heydər Əliyev fondu sağ olsunlar, parkın su təsisatını yenidən qurdu və onun ümumilikdə bütün parkın əsaslı şəkildə təmir edib Qaradağ rayonu Sahil qəsəbəsi sakinlərinin xidmətinə verdi. Bu günləri Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən, dəniz kənarında yerləşən dəniz kənarı parkı demək olar ki, ölkəmizin ən sahib seçilən parklarından biridir. Mən də bir Qaradağ rayonu sakini kimi bu xidmətlərindən dolayı Heydər Əliyev fonduna öz təşəkkürümü bildirirəm. İndi də, eləcə də Ələt qəsəbəsi sakinləri adından, öz adımızdan Heydər Əliyev fondunun rəhbərliyinə, xüsusən də Leyla xanım Əliyevaya Ələt qəsəbəsi sakinləri adından, öz adımızdan müraciət edirik. Burada gördüyümüz parkı da yenidən Ələt qəsəbəsinin sevimli istirahət məkanına çevrilməsində bizə köməklik göstərsinlər. Ümid edir, inanırıq ki, öz zərif yanaşmaları ilə bu məsələyə də diqqət göstərib, bu parkın da yenidən canlandırılmasında bizə öz köməklərini göstərəcəklər. Sağ olun, var olun. Diqqətinizə görə təşəkkür edirəm. Yar və yaradan bizləri qorusun.